Dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə hadisənin ehtimalına dair belə bir məsələnin həllinə baxacağıq. Məsələnin şərti belədir. 18 aprel 2001 tarixində Qalatasaray və Real Madrid arasında baş tutan oyunda Qalatasaray 3-2 hesabı ilə qalib gəlmişdir. Yalnızca oyunun hesabını bilən birinin qolların ardıcıllığını doğru bilmə ehtimalı neçədir? Biz bilməliyik ki, hadisənin baş verməsi üçün əlverişli hallar sayının baş verə biləcək mümkün halların sayına olan nisbətidir. Əlverişli hallar sayının 1 olduğu məlumdur, çünki həmin ardıcıllıqlardan yalnız biri doğrudur. Bəs mümkün halların sayı neçədir? Onu bilmək üçün, məsələn, qeyd edək ki, tutaq ki, ilk qolu Qalatasaray vurub. Yəni, məsələn, Qalatasarayın vurduğu qolları G hərfi ilə, Real Madridin vurduğu qolları R hərfi ilə işarə edək. Məsələn, ilk qolu Qalatasaray vurub, ikinci qolu Real Madrid vurub, sonra yenə Qalatasaray vurub, sonra yenə Real Madrid vurub və ilkində yenə Qalatasaray qol vurub və 3-2 hesabı ilə qalib gəlib. Məsələn. Deməli, mümkün halların sayı tərkibində 3G və 2R olan mənalı, mənasız sözlərin sayına bərabərdir. Yəni, tərkibində 3G və 2R hərfi olan mənalı, mənasız neçə söz düzəltmək olar? Bu sualın cavabı təbii ki, məsələmizdə mümkün halların sayı olacaq. Bunu tapmaq üçünsə biz bilirik ki, G hərfi öz aralarında yer dəyişdikdə, məsələn, bu G ilə bu G-nin yerini dəyişsəm, yeni bir söz əmələ gəlməz, eyni söz olar. Bunu da nəzərə almalıyıq. Deməli, bu yer dəyişmələrin sayı təbii ki, permutasiyaların sayıdır. Amma eyni zamanda G hərfi məsələn və ya R hərfi öz arasında yerini dəyişdikdə yeni bir söz yaranmır, həmin söz olur. Ona görə təkrari permutasiyaların sayını tapmalıyıq. Təkrari permutasiyaların sayını isə belə tapacağıq. Təbii ki, bu 5 elementli permutasiyadır. Permutasiya 5 elementdən G hərfinin sayı 3'dür burada. R hərfinin sayı 2'dir. 5 elementli permutasiya 5 faktorialdır. G hərfi öz arasında 3 faktorial sayda yer dəyişir. R hərfi isə öz arasında 2 faktorial sayda yer dəyişir. Deməli, bizim həllimiz 5 faktorial bölək 3 faktorial vurulsun 2 faktorial olacaq. Daha doğrusu mümkün halların sayı. O da bərabərdir. 5 faktorialla 3 faktorialı ixtisar edərəm. 4 vur 5. 4 vuraq 5. Bölək 2 faktorial da 2'dir. Olacaq 10. Deməli, mənim mümkün hallarımın sayı 10'dur. O, həmin 10 dənə ardıcıllıqdan yalnız biri təbii ki, qolların vurulma ardıcıllığıdır. Yəni, düzgün ardıcıllıqdır. Ona görə də ehtimalımız olacaq. P bərabərdir 10'da 1. Cavab A variantı. Diqqətinizə görə təşəkkürlər.